Salamlar. Gəlin 22-ci suala baxaq. Parafraz etməyimizi, yəni cümlə ilə eyni mənanı daşıyan digər cümləni seçməyimizi istəyir. Contrary to əksinə deməkdir. Məşhur inancın əksinə laboratoriya heyvanları pis müalicə olunmur və onların əziyyət çəkməsi tamamilə minimuma endirilir. Deməli, A variantına baxırıq ki, bütün laboratoriya heyvanları pis şəraitlərdə, acınacaqlı şəraitlərdə saxlanılmır. Bu tam cümləni parafraza etmir. Çünki bu bizə deyir ki, inancın əksinə. Biz o inanc sözünü qoruyub saxlamalıyıq. Gəlin baxaq B-yə. It is a common misconception that laboratory animals are ill-treated and suffer great discomfort. Discomfort elə suffering deməkdir. Görürsünüz, parafraz eləyibdir. Eyni sözü başqa sözlə əvəz eləyibdir. Misconception isə deməli, yəni yanlış inancdır. Populyar inancın əksinə bununla parafraz eləyibdir. C-də deyir, keçmişdən fərqli olaraq indi heyvanların əziyyət çəkməsi minimuma indirilir. Keçmişlə indi müqayisəsi yoxdur. A və C səhvdir. D-də deyir ki, if əgərdir. Əgər deyir, dayaq şəraitdə olsaydılar, əziyyət çəkmələri daha az olardı. Belə bir şərt yoxdur. E nəyə görə səhvdir? Əksər heyvanlar laboratoriyada əksər heyvanlarla pis davranılır. Xeyr, onsuz da deyir ki, bu inancın əksinə orada pis davranılmır və əziyyət çəkmək minimuma indirilir. Yəni, bu inanc ümumi bir yanlış anlamadır ki, laboratoriyada heyvanlarla pis davranılır və onlar böyük bir əziyyət çəkir. Elə bu da öz əksini B variantında tapır. Y-də yanlışdır. Çünki most deyir, əksər heyvanlar deyir. Bunda yeni də biz çıxaq. Cavab qaldı, deməli B variantı. Daha çox video üçün kanalıma göz ata bilərsiniz. Sağ olun.